Hörmətli izləyicilərim, bugün sizə bir dənə təqdimatımız var. Doğma Bakımızın doğma bir kəndindən, bu zonadan Zaqulbana. Allah Azərbaycanımızın hər bir bölgəsini var eləsə, hər bir daşı kəsəyi bizə doğmadır həqiqətən. Bir dənə villamız çıxıb satışa. 24 sotun içində 2000 kvadrat, 5 mərtəbə və həyətdə 2 dənə villa. Ola bilər videomuz biraz uzun olar, sizi yorar, amma ki sona kimi baxın. Adicə torpağının qiyməti 1 milyon manatdır. Ev klassik, yəni əl işləridir. 99% mebeldən tutmuş, taxta işi hamısı əl işləridir. Adicə bir dənə qapılarının qiyməti 15-20 min manatdır. Başlayaq təqdimatımıza inşallah. Bu villamızın bir qismidir. Bir qismidir. O Azbeykin deyir, üzlük olan hissəsi var ha. Görsələn hissəsi. Bir də ki, bunun da ki, görsənməyən hissəsi də var. Onu da inşallah hər bir şeyi detalıyla sizlərə çəkib göstərəcəyik. Neyi var, necə? Bura bizim mətbəximiz. Başlayaq bu yandan qonaq otağımızda inşallah. İzləyicilərimiz də görsün. Evimiz çox böyükdür, villa çox böyükdür. Adam bilmir, hardan başlayıb, adam qutarsın. Ora bizim bir böyük yataq otağımızdır. Sonra burada bir böyük qonaq otağımız var. Və bu villanın içində özünə ayrıca 2 dənə hovuzumuz var. Bir çöldə, bir içəridə. Burada bizim qonaq otağımız, burada da 2 yataq otağımız var. Çox göstərmək istəmirik sizlərə. Yəni real müştəri olsun inşallah, gəlsin gözü ilə görsün, hamısına özü bir qiymət versin. Gəlin bu yanı bir göstərək, izləyicilərimiz də buranı görsünlər. Keçək o birisi təqdimatımıza, ikinci villaya. Qapalı hovuzumuz, isti hovuzumuz 12'nin 6 metreye. Böyle bir hovuzumuz. Bura saxlanıcı otağıdır, generator falan, beş mekan hamısı burada yerləşir. Buranı göstərin zəhmət olmasın. Buradaki bizim Türk hamamımız. Bu bizim Türk hamamımız içeride. Burada jacuzzi. Yoxdur burada da. Yəni onu deyim sizlərə biləsiniz. Yoxdur burada. Buradakı parmağımız əlavə. Bir o buranın içərini göstərəcəyimiz görsün. Biraz qaranlıqdır. Burada bizim şovorumuz. Daxilində hamam otağı. Keçək ikinci villamızı təqdim edim, amma onun bir gözəl panoraması var həqiqətən. Otur yuxarıda 5-ci mərtəbə, 5 mərtəbəli olsa villamız. Bir heyətin içində 2 villadır. Otur 5-ci mərtəbədə İrana tamaşa elə. Bir yanında Türkmənistan, bir yanında Qazaxıstan, üzbözdə İran. Elənsi bir panoraması var. Başlayaq. Dəyərli izləyicilərim, bu bizim villamızın bağı, bağçası. Yəni çox sizləri yormaq istəmirik. Generator ayrıca. Qasmavator ayrıca. Böyük bir qazanxanası. Hər bir şəraiti. Yəni yoxdur burada. Bu da çöldə olan bir hovuzumuzdur böyük. Sadəcə olaraq qışdı deyənə biraz baxımsızlıqdır. Villamız 5 mərtəbədən ibarətdir. Plus da ki, birinci mərtəbəni az öncə çəkdik, göstərdik sizlərə. Başlayaq inşallah, qalxaq. Burası çox yormaq istəmirik sizləri. Ona qalsa bir 2 saat video getməlidir. Başlayaq inşallah gedək villamızın içinə. 5 mərtəbəli villamızı sizlərə təqdim edək. Həqiqətən mənzərəyə bax. Yoxdur. Həqiqətən deyirəm ki, bu villada yoxdur. Dəyərli izləyicilər. Sol tərəf, bir solu göstərin. Sol tərəf. Bilgə, Cümeyra, hamısı. Sadəcə o işıq düşür deyənə. Sağ tərəf, Məlikan, Qres. Neft buruqları, Qazaxıstan, İran, hamısı. Gördüyünüz bax. Bu villa 5 mərtəbəlidir. Həqiqətən.
Adicə onu deyim ki, bax bu gördüyünüz qapıları var, ha, bu giriş qapıları. Bunlar hamısı əl işidir. Burada hamısı əl işidir. Bunlardır. Yəni bura çoxdur. Otaqların sayı çoxdur, yəni ona qalsa yenə 2 saat sizləri yoraq. Ona görə hissə çəkib sizlərə göstəririk ki, kimə maraqlı olsa inşallah gəlsin yerindəcə baxsın. Deməli, dəyərli izləyicilər, 5 mərtəbəli bir villadır, 24 sotun içində. 1 mərtəbəli də bir villadır. Həmən bu 24 sotun içində çox gözəl qiymətdir. Özünüz bir gəlin yerində dəyərləndirin. Biraz 5-ci mərtəbəyə piyada qalxdım deyənə, adam biraz təngirəfə sorur. Bir buranı çəkin zəhmət olmasa, bir ətrafı izləyicilərimiz görsün. Bir ətrafı da baxın. Ora pasorkada 9 mərtəbələr, ətrafdakı hamısı bir-birindən gözəl villalar. Əşyaların 95% qalır, dəyərli izləyicilər. Şəxsi əşyalar götürülür. Adicə əşya var ki, burada dəyərinin 250-300 min qiyməti var. Olduğunu deyirəm sizlərə. Hardasa bilməm 15 otaqdır ya 20 otaq villadır. Buranın məsəl üçün biznes tərkibi də alıb otel kimi də istifadə etmək mümkündür. Belə sezonu da vermək olar, aylıq da vermək olar, icarə. Hər bir şeyə yararlıdır. Qiymətimiz kimə maraqlıdırsa, dəyərli izləyicilər, səhifədə olan nömrələrimizlə əlaqə saxlasın, gəlsin yerindəcə baxsın, halallaşsın. Təkcə onu deyirəm ki, adicə bir dənə torpağının ən aşağısı 1 milyon qiyməti var. Sonra da nömrəmizi qeyd edək, 055 284 66 60. Nə alıb, nə satmaq istəsəz, bu nömrəyə də əlaqə saxlayın, 7-24 xidmətinizdə inşallah. Bir də ətrafı göstərən izləyicilərimizi bir daha görsünlər.